Salam əziz izləyicilər. Bugün sizinlə ailəmizin çox sevdiyi və süfrələrimizin bəzəyi olan ev şəraitində hazırlanan xırt-xırt xiyar turşusunun reseptini paylaşacağım. İşə xiyarları və lazım olan göyərtiləri yığmaqla başlayaq. Videoda gördüyünüz kimi xiyarlar iki sortdadır. Biz hər zaman belə əkirik. Tikanlı olanları turşu üçün, digər qara rəngdə olanları isə salat etmək üçün istifadə edirik. Xiyarlar təzə və bərk olduqda və yaxşı yuyulduqda turşu həm dadlı, həm də saxlama müddəti bir o qədər uzun olur. Və keçirik göyərtiləri yığmağa. Göyərtilər də sizin ağız dadınıza uyğun olacaq şəkildə seçə bilərsiniz. Mən turşunu ətirli sevirəm. Onun üçün bütün turşu üçün nəzərdə tutulan göyərtilərdən istifadə edirəm. Göyərtiləri yaxşı yuyuram. Aş süzərin içərisinə yığırıq, suyu yaxşı qurusun deyə. Sonra xiyarları da deşləkləyib soyuq suyun içərisində 2-3 saat gözlədirəm. Bütün qabarcıqları suda qalsın deyə. Yəni sizin işiniz varsa daha çox saxlaya bilərsiniz. Bir gün belə saxlaya bilərsiniz soyuq suyun içərisində. Ancaq 2 saat qalması kifayət edir. Əvvəlcədən sterilizə etdiyim balonları da içərisində boşluq qalmayacaq şəkildə xiyarları yığmağa başlayacağıq. Balonun ən altından sarımsaqları düzürük. Bir neçə diş sarımsaq kifayətdir. Şüyüd, nar budağı, cəfəri, kərəvizdən istifadə edirəm mən. Və xirin də istifadə etsəniz çox gözəl olar. Xiyarları boşluq qalmayacaq şəkildə səliqəli balona yığıram. Aralarına təbii ki dəfnə yarpağı və acı biber də istifadə edirəm. Və balonları yığdıqdan sonra böyük bir qazana qaynaması üçün su qoyuram. Su tam qaynadıqdan sonra həmin sudan balonların üzərinə əlavə edib, qalan suyun içərisinə də bir parça qoyuram, balonlar bir-birinə dəyib qırılmaması üçün. Sonra balonları da düzürəm və 15 dəqiqə qaynadıram. 15 dəqiqə qaynaması kifayətdir.
Sonra üzərinə 2 xörək qaşığı turşu duzu, 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığı 72% sirkə, yəni uksus əlavə edirəm. Və bir neçə gün sonra evimizin süfrəsini bəzəyəcək ləzzətli, ətirli və xırçıltılı xiyar turşumuz hazır olacaq. Ümid edirəm ki, bu resepti siz də sınayarsınız. İndidən hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı da halal edin. Gələn videolarda görüşmək diləyilə. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və şərh yazmağı unutmayın.